Bu gün menümüzdə almalı pirog var. Evinizdə 3 dənə alma varsa bəs edir. Deyirsən ki, qoyum qabağıma hamısını yeyeyim. Deyir ki, məni ye. Heç bir problem olmasını istəmirsənsə, evə vaxtında get. İşin qutarıb evə qayıt. Mən sadəcə təminlə məşğul olmuyorum. Yaxşı piş. Bu gün menümüzdə almalı pirog var. Mənim və yoldaşımın sevdiyi bir şirniyyatdır. Biraz söhbət formasını istəyirəm. Pirogu düzəldim. Biraz uzun olacaq, amma düşünürəm ki, maraqlı çıxacaq. Resepti çox yaxşıdır. Yəni, içində çox şey olmur əslində. Evinizdə 3 dənə alma varsa bəs edir. Almaları körpədən keçirdir hamısını bir-bir. Biraz darçın, şəkər və yumurta. Biraz da yağ. Həm yaxın bir dostum var, soruşur. Yeni evləndiyim üçün. Deyir ki, evlənmirsən, dəyişən nə var? Deyirəm. Ona belə bir məsləhət verdim. Yəni, heç bir problem olmasını istəmirsənsə, evə vaxtında get. Yəni, vaxtında getmək lazımdır. İşim üçün yox, ümumiyyətlə özün üçün evdə olmaq lazımdır. İşin qutarıb evə qayıt. İşin yoxdur, evə qayıt. Nə eləmək istənsə elə. Onda hər şey qaydasında olur. Biraz şəkər, darçın qatıb bunu bişirəcəyik. Bu darçın. O darçın o iyi. Fırın açılanda onun iyi vurur adamı. Yəni, deyirsən ki, qoyum qabağıma hamısını yeyeyim. Təbii ki, o tərəfdən yoldaşını çıxır ki, hamısı yemək olmaz, yarısı mənimdir. Biraz darçınımızı vururuq. Haradasa yarı qaşıq darçınımızı atırıq. Bunun iyi adam əslində. Deyir ki, məni ye. 2 qaşıq şəkər. Əslində, şəkər çox xoşlamırıq. Mən də xoşlamıram, yoldaşım da xoşlamır. Amma ilk dəfə şəkərini az elədim. O tamı vermədim. Yəni, ona görə reseptdə nəticə o, 2 qaşıq. Sonra bunu pişirəcəyik. Pişirəndə də tam suyu çəkiləndə artıq demək olar ki, hazırdır. O hissəsini göstərəcəm sizə. Necə hazır olur. Bunu eləlik qoyuruq. Sonra keçirik ikinci hissəsinə. Yumurtamızı qırırıq. Bir dənə yumurta bəs edir. Ağ ilə sarısı. Deməli. Bəs edir. 125 qram yağ. Yarım stəkan peso qatacaq bu dəfə. Bunda da keçən səfər az atmışdım. O tamı verməmişdi. Ona görə yenə reseptdən kənara çıxmırıq. Yarım stəkan. Bunları yaxşıca qarışdırmaq lazımdır ilk etapda. Bu formada qarışdırırıq. Yağ tam əriyir. 2 stəkan unumuzu əlavə edirik. Əlavə etdikdən sonra bunları qarışdırmaya başlayırıq. Bu yerdə artıq vilkanı başını buraxırıq. Keçirik dədə-baba qaydasına. Əlimiz, əl xarışır. Bu şirniyyatın içində çox yağ olduğu üçün ümumiyyətlə bunun xəmirini çox belə qarışdırmaq olmaz. Biraz tutsa bəs edir. Çox qarışdıranda artıq içində olan yağı çölü tutulur. Bu səhifədə ancaq təmirlə bağlı nəsə tapmayasınız. Əslində hər şey taparsınız. Yəni, mən sadəcə təmirlə məşğul olmuyorum. Hər şeylə məşğul oluram. Yiyəcəndə qələm satıram, yiyəcəndə təmir edirəm, yiyəcəndə ucuz bir şey tapıram, sıfırdan düzəldirəm. Ona görə ümid edirəm ki, bu yaxşı bir proqram tapanda onu silmək istəmirsiniz. Eləncə bir şey olacaq. Almaları burada pişiririk. 15 dəqiqə formada stresli qalmadı, xəmir biraz özünü tutsun. Xəmirimiz hazırdır, 15 dəqiqə gözlədim. Xəmirdən bir parça biraz ayırırıq, onun üstünün dekor forması olacaq. Bunu qoyuruq kənara. Birazını da götürək. Benim soymadı. Bu xəmiri də götürürük. Bunun içərisində açacaq. Belə bir şüşə qabın, amma bizdə şüşə qabın içine yağlamaq lazımdır ki, rahat çıxsın da sonra. Bir içine xəmirimizi belə yayırıq. Bu bunun alt hissəsidir. Bunun yaydıqdan sonra üstünə az əvvəl bişirdiyimiz almanı yayacaq. İndi onu da göstərəcəm tam olarak necədir.
Ortalama hamısını eyni eləməyə çalışıram. Bir tərəfi qalın, bir tərəfi az olmasın. Bu az əvvəl bişirdiyimiz almalarımız da üstünə yayırıq. Çox olmağının bir sıxıntısı yoxdur. O qədər dadlı olacaq. Hamısını qoyuruq. İndidən darçını yığılır deyə mənə. Hər tərəfini eyni formada edirik. Bir tərəfi çox, bir tərəfi az olmaz. Az əvvəl biraz pay götürmüşdük qırağı. O payı belə açırıq. Bunu formada kəsirik. Kəsdiyimiz şeyləri bu formada xəmirin üstünə yerləşdiririk. Bu da fırına getməzdən əvvəl son halıdır. 35 dəqiqə sonra görüşərik. Hələlik. Yaxşı piş.